İstanbulda yeni ümid pəncərəsi. Rusiya və Ukrayna müharibənin diplomatik çözümü üçün bugün Dolmabağça Sarayında masaya oturdular. Türkiyənin vasitəçiliyi ilə reallaşan bu görüş əsir mübadiləsi və atəşkəs istiqamətində bəzi irəliləyişlərlə yadda qalıb. Ekspertlər İstanbul platformasını münaqişədə kritik dönüm nöqtəsi kimi dəyərləndirirlər. Şərqi Avropanın taleyi Türkiyədə müzakirə olundu. 2022-ci ildən bu günə qədər münaqişə tərəfləri ilk dəfə İstanbulda bir araya gəliblər. Bu dəfə Dolmabağça Sarayı yerli nümayəndələrin iştirakı ilə Ukrayna və Rusiya rəsmilərinə qapılarını açıb. İstanbul platforması Ukraynada ədalətli sülhün bərqərar olması üçün ciddi amil kimi xarakterizə olunur. Uzun müddətdən sonra hər iki tərəfi bir masa arxasına gətirməyə nail olması Türkiyənin regional siyasi güc kimi rolu və əhəmiyyətini bir daha gündəmə gətirib. Bu mənada danışıqların Rusiya-Ukrayna sammiti ilə yekunlaşacağına dair ümidləri yüksəkdir. Məsələn, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan hesab edir ki, ölkəsi Rusiya və Ukraynanın Birləşmiş Ştatlar prezidenti Donald Trump və Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın barışıq çağırışlarını dinləməsini önəmli hesab edir. Təhlilçilərin qənaətincə isə İstanbul platforması müharibə ilə bağlı müəyyən razılıqlara gəlinməsi üçün münbit şərait yarada bilər. Rusya özellikle 30 günlük geçici ateşkesi kesinlikle kabul etmiyor. Çünkü bu ateşkes Ukrayna'nın nefes alması, silah mühimmat olarak takviye edilmesi ve Avrupa Birliği'nin sürece dahil olması endişesinden dolayı bunu kabul etmiyor. Ama Ukrayna'nın da topraktan işgalden kurtarılmanın dışında hiçbir anlaşmaya imza atmayacağı noktasında tıkanmış durumda. Ama gelişmelere bakıldığında Ukrayna'da her iki tarafından memnun edeceği bir seviyeye çekme konusunda Türkiye elinden gelen gayreti gösterecek. Belki Kırım konusunda bir statü tartışması söz konusu olursa Türkiye Kırım konusunda garantörlüğü gündeme getirecek. Ukrayna üçün danışıqların uğuru qeyd şərtsiz atəşkəsə nail olmaqda. Ukrayna prezident ofisi rəhbəri Andrey Yermak hesab edir ki, bu ölkəsi üçün hazırki danışıqlarda prioritet olan məsələlərdəndir. Her iki tarafında ellerinde esirler mevcuttur ve bu esirlerin takas edilmesi ve sayı ve takvimin açıklanması beklenmektedir. Ayrıca Rusya'nın işgal etmiş olduğu topraklardan kaçan ailelerin geri evlerine dönmeleri ve bu dönen ailelere hayatlarının garanti edilmesi ve dokunulmayacağının taahhüt edilmesi karşılığında bu ailelerin geri yerlerine dönmelerinin teminiyle ilgili bir sonucun çıkması da beklenmektedir. Sözsüz ki, İstanbul danışıqlarının effektivliyi iki halda özünü göstərəcək. Birincisi zamanla, ikincisi isə tərəflər öhdəlikləri çərçivəsində hərəkət edərlərsə. Bu mənada müzakirələrlə bağlı ilkin proqnozlar Türkiyə ilə məhdudlaşır. Rəsmi Ankaranın münaqişə tərəfləri arasında pozitiv addıma nail olmağa çalışacağı gözlənilir. Zeynəb Mirzəyeva, Real.